Hörmətli izləyicilər, xoş gördük. Yeni bir mənzil, həyət evi çəkisinə gəlmişəm. Xırdalan şəhərində Avpark yaşayış kompleksində yerləşən Targov küçəsində ən iri küçələrdən biridir. Həyət evimiz satışa çıxıb, dəyərli dostlar. Burada həyət evlərinin ən yaxşı yerində də belə deyək, ərazi olaraq yerləşən bir küçədə, Targov küçəsində 2 mərtəbəli 4 otaqlı paket kupçalı həm evin, həm torpağın çıxarışı var. İkinci mərtəbədən çəkişdən başladım. Hərkanın sahəsində çəkib göstərəcəm. Əziz dostlar, bu ikinci mərtəbənin dəhliz hissəsidir. Buradan eyvana çıxış var. Paket kopçalı 4 otaqlı. İkinci mərtəbədə 3 otaq, birinci mərtəbədə isə bir qonaq otağından və mətbəxdən ibarətdir. Burada ikinci otağı çəkib təqdim edirəm. Cütdaşla inşa olunub. 4 tərəfi evin həyətinə, evin hər bir yanına keçmək olur. Bütün pəncərələrin qarşısı açıqdır. Buranı alıb icarəyə də verə bilərsiniz. 1500-2000 manat civarında. Burada 3-cü otaq. Hər iki mərtəbədə sanuzellər mövcuddur, əziz dostlar. Ümumi sanuzeli. Keçək birinci mərtəbənin təqdimatını edək, əziz dostlar. Əsas qapıdan giriş isə belə birinci mərtəbədə dəhlizi, ikinci mərtəbəni çəkib təqdim etdim. Keramika metli olan hissələr isti döşəmədir. Burada geniş ölçüdə qonaq otağı. Evin ümumi sahəsi 150-160 kvadrat təşkil edir. Qiyməti yazı bölməsində, açıqlama bölməsində qeyd edəcəm, dəyərli dostlar. Bütün pəncərələrin qarşısı açıqdır. Bir daha qeyd edirəm. Bütün pəncərələr öz həyətdən baxır. Birinci mərtəbədə yerləşən sanuzel, mətbəx hissəsi əla yerdə yerləşir. Bir daha qeyd edirəm. Həyətini də çəkib təqdim edirəm. Küçəsini müəyyən səbəbdən çəkə bilmirəm. Çünki gəliş-gediş çoxdur. Targov küçəsi adlanan bir ərazidə. Evin çöl görünüşü. 2 mərtəbəli, 4 otaqlı. Burada evin yanında belə bir torpaq yanı sahəsi var. Evin hər bir yanına keçmək olur. 4 tərəfinə cütdaşlı inşa olunub, kürsülüdür. Mərkəzli kanalizasiya sisteminə qoşulub. Evin digər yan hissəsini bir daha üz görünüşü ilə tanış olaq. Nömrəmiz profildə qeyd olunub 055 220 özür istəyirəm 055 244 66 65 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bu günlük bu qədər.